Herkese salam. Kanalıma hoş gelmişsiniz kızlar. Necəsiz? Mən bugün diyetanın 3-cü günüdür. Deməli, herkese salam. Gününüz aydın olsun kızlar. Kanalıma hoş gelmişsiniz. Necəsiz? Bugün mənim diyetamın 3-cü günüdür kızlar. 2 gün ərzində mən bugün tərəziyə çıxmışam. Nəhayət ki, mən 94'ü gördüm bugün. 94 kilo 400 qram. Deməli, məndə 2 kilo 300 qram 2 günə gedib. Bu artıq hələ ki, təbii ki, ödəmdir, amma yenə də çox sevindirici bir haldır mənim üçün. İndi sizə nahar yeməyimi göstərəcəyəm. Bugün nahara qızlar yaşıl çaydır bizdə. Gerkules kaşasıdır. 2 qaşıq gerkules, yarım stəkan su, 1 stəkan süd və 1 qaşıq çay qaşığı doşab əlavə eləmişəm. Ümumiyyətlə belədir də menüda da mən istəyərdim ki, şəkər edici əlavə edeyim, amma ki o yazılmayıb deyəm, onu eləyə bilmədim. Doğru düzgün çalışıram, deyiləm. İndi 1 stəkan su içəcəyəm, sonra yeməyimi yeyərəm. Saat artıq 11'e işlədim, mən saat 10'a kimi yeməyimi yeyib bitirməliydim, amma nəsə alınmadı məndə. Belə qızlar. Hamınıza nuş olsun, mənə də həmçinin. Bugün uşaqlar bağçaya getmədilər, çünki Məhəmməd xəstələnib, həmişəki kimi burundan axır. Ona görə də bugün bağçaya getmədik. Evdə qalırıq. Bugün əzablı günlərim olacaq. Məhəmməd gəlib çatdırdı özünü. Bolçkanı qoymuşam bağına, yarı bolçka. Burada da kukuruz yiyəcək. Rihanna da gəldi, onu da yedizdirəm. Biraz indi paltar yudum qızlar. Çıxma görə də çıxıb durmuşam balkonda, nəfəs alıram. Təmiz hava. Külək də əsir, amma belə də yox. İsti küləkdir yəni ki. Acalımı da atmışam indi. Bir dənə də acal atmışam yumağa. Qış acalını. Yemək qoydum abidə pişirməyə. No, mənim abidim saat 4'dən 5'ədir də, yəni ki, hələ saat 11'dir hələ. Mal ətini qoymuşam, dana ətindən. Diyetik supdur. Axşama da ki kokteyldir. Kokteyl də deyil, smuzidir axşama. Saat 10'da düz yazıb. Biraz geçdi, amma mən yəqin ki, biraz tez edəcəm. Çünkü onda yesəm 11'de yatmaq. Ben bugün tez yattım kızlar. Geçen gece de yani tez yattım, amma ki oyandım saat 2'ye işləmiş. Mən adətən elə o vaxtı yatırdım. Amma indi tez yatmağa başlayıram. Çünkü yatmaq da böyük necə deyərlər, yatmağın böyük əhəmiyyəti var da. Arıqlaşmaq zamanında yatmaq böyük əhəmiyyət daşıyır. 7 saatdan 8 saata kimi insan yatmalıdır. Az olanda arıqlama prosesi də çox pis gedir. Bugün mən yattım, dostatочно yattım. Burada uşaqlar oyandılar. Deməli saat 8'e işləmiş, həmişəki vaxtda bağçaya getməyə. Amma Məhəmmədin burnu axır deyə. İndi sanki dərman səpməliyəm onun burnuna. Biraz soyuq dəyməsi var. Bilməm, soyuq dəyib yoxsa ki kimdənsə keçib, onu bilmirəm. Dərman verəcəyəm ona, biraz üstündən şey olsun qoy. Yay vaxtı da soyuqlaşmaq vəhşət pisdir. Belə qızlar. Qızlar, bizdə saat 3'e işləyib. Mən abedimi bişirmişəm. Uşaqları yedizdirdim, yatızdıracağım. Özümə bir dənə kofe düzəltdim, şəkər əvəz edici ilə. Kofeni içəcəyəm. Biraz elə bir aclıq hissi var. Amma mənə lazımdır ki, hardası 1 saat yarım dayanmağa. Ona görə də kofeni içərəm, sonra da çox su içərəm və abid vaxtımı gözləyəcəm. Saat 4'də abidimi yeyərəm. Qızlar, saat artıq 4'dür. Mən abid yemək vaxtımdır. İnanırsınız, acımdan əldən gedirəm həqiqətən. Demə bizim menüda meyvə olarmış, mən bilmirdim. Ya səhər, ya günorta meyvə ilə bir yerdə, yeməklə bir yerdə meyvəni yemək olar. Burada biraz qatıq var içində. Qataram misli. Elə hamınıza nuş olsun qızlar. Qızlar, özümə belə bir kokteyl hazırlamışam. Smuzi. Tərkibində kivi var, cəfəri var, limon var. İmbir. Rus dilində yadımdan çıxdı. İmbir. Sonra deyəcəyim qızlar. Ümumiyyətlə bunlardır. Bir də su. Vəssalam. Blenderdən çıxartdım. Yox, hazırdır. İndi bunu içəcəyəm. Saat da bizdə 9'un yarısıdır, 9'da hardasa. Ona kimi dedilər saat 10'da bunu içməyə, amma onda gec olacaq, mən indi içirəm bunu.
Belə qızlar, videonun axırında mən çəkimi qoyacağam. Sabahki çəkimi уже. Səhər çəkəcəm, qoyacağım. Sonra videonu qoyaram YouTube-a. Siz görəsiniz fərqi. 3 gün nəticəsini sizə göstərəcəyəm. Sabahınız xeyir qızlar. Mən istəyirəm tərəziyə çıxım. Baxın görün, vəziyyət nə yerdədir. Sonda 200. Nəticə əlbəttə məni sevindirir qızlar. Bugün də 200 qram gedib. Uca artıq 3-cü gün 200 qram. Aydın məsələdir ki, uca piydən gedir yavaş-yavaş. Çünki o kim kolичество gedib hardasa 2 kilo 500 qram çəki gedib qızlar 3 günə. Çox yaxşıdır. Mənə elə gəlir nəticə. İnşallah ki, bugün də normal olacaq. Uca bu ayrı video olacaq inşallah. Hələlik qızlar. Kim kanalıma abunə deyilsə abunə olun. Xahiş edirəm. Like qoyun. Kommentariya yazın. Kim mənimlə bir yerdə çəki vermək istəyirsə, gəlin bir yerdə arıqlaşaq, çəki verək və məqsədimizə çataq inşallah.